Salam hörmətli izləyicilərim. Bugün sizə belə iki rəngdən olan bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, sviterin ətək hissəsinə, papağa, nəyə istəsəniz toxuya bilərsiniz. Bu sapım da ki, belə biraz parıltılı saplardandır. O sapdan toxumuşam. İki rəng, qırmızı, ağ. Siz hansı rəngdən istəsəniz toxuya bilərsiniz. Rezinka hissəsində mən hər iki üzdən tərs toxumuşam. Kim istəyər tərs düz, iki tərs, iki düz, necə istəyər elə də toxuya bilər. Bura düz üzüdür. Tərs üzü də adi tərsdir də. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Qısa formada yığacam. İlməkləri elə cüt-cüt yığıram. Rezinka toxuyan deyiləm mən indi buradan. Elə iki sıra tərs toxuyacağım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım milimin üstünə. Burada da bir düğün atıram. Bu artıq sapı da buradan kesip çıxardıram. İndi mən burada rezinka toxumuram. Bu üzdən düz üzüdür. Bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də tərs toxuyuram hamısını. Axırıncı ilməyi də yenə tərs toxudum. İndi tərs üzdən də yenə bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürdüm, toxumadım. Qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncını da yenə tərs toxudum. İndi burada bir sıra düz toxuyuram. Bütün ilməkləri hamısını düz toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram. Tərs üzdən də hamısını tərs toxuyuram.
İndi düz üzdən iki rəngdən olduğuna görə bura başqa bir sapı bağlayıram. Belə bir sapımı bura bağlayıram. Burada indi birinci ilməni toxuyuram rəng dəyişdiyinə görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Düz toxuyuram buradan. Bütün ilməkləri düz toxuyuram. Axırıncı ilməyi tərs toxudum. Tərs üzdən də hamısını yenə düz toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri düz toxuyuram. Belə. İndi buradan bu birisi sapı götürürəm. Yenə birinci ilməni tərs toxudum. İp dəyişdiyinə görə rəngi, ona görə bunu toxuyuram. Bir düz toxuyuram, birini götürürəm, toxumuram. Yenə birini düz toxuyuram, birini toxumadan götürürəm. Bu sıranı da axıra qədər bu formada toxuyuram. Birini götürdüm, birini düz toxudum. Götürdüm. Bu da kənar ilməkdir. Bunu kim istəyər düz toxuyar, kim istəyər tərs toxuyar. Mən tərs toxuyuram. İndi kənardakini yenə götürürəm. Bu toxumadığım ilməni yenə toxumadan götürdüm. Tərsi toxudum. Bu toxumadığım ilməkləri yenə toxumadan götürürəm. İndi yenə sapı dəyişirəm. Bu sapı götürürəm. Birinci ilməni kənar ilməkdir. Bunu tərs toxuyuram, götürürəm. Qalan ilməkləri düz toxuyuram hamısını. Toxumadıqlarımı da toxuyuram.
Kənarı da yenə tərs toxudum. İndi tərs üzdən də yenə bütün ilməkləri hamısını düz toxuyuram. Kənarı götürdüm. Bu ilməkləri hamısını düz toxuyuram. Formada indi təzədən bu sapımı götürürəm. Kənar ilməyi tərs toxuyuram. Qalan ilməkləri yenə hamısını düz toxuyuram. Tərs üzdən də yenə kənar ilməyi götürürəm, tərs götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Birinci sırada necə başlamışdıqsa, eyni ilə o formada toxuyuram. Düz üzdən düz, tərs üzdən də tərs hamısını. Formada belə bir naxışa alınır. Bu aranı bura olur da. İndi buradan buranı başlamışıq buradan. Buranı neçə ilmək istəsəz toxuyar. Mən 6 sıra toxumuşam bu ortanı. Sonra yenə eyni naxışı buradan başlamışam. Bu sap biraz qalın olduğuna görə ilgəklər biraz qalın düşüb. Sağ olun, gələn videomda görüşənə qədər.